Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bu gün istərdim sizə toyuqların immunitetini nə gücləndirir, yəni nə yaxşıdır ki, verəsən toyuqların immunitetini yaxşı gücləndirə. Deməli, əziz izləyicilər, toyuqların immunitetini ümumiyyətlə düzəllə də vermək olar. Sirkə və sarımsaq. Bunları necə edib verirsiniz və nə qədərə? Deməli, əziz izləyicilər, götürürsüz, məsəl üçün, sarımsağın ziyanı yoxdur. Yəni, bir baş, iki baş sarımsağı götürüb, təmizləyib, əzib, da belə deyək də, o xüsusi əzənlər var, belə qoysan, əzib çıxardır. Onda əzib bir bankaya tökə bilərsiniz. 1 litrlik bankaya. Və əziz izləyicilər, üzərinə də 1 litr sirkə töksün. Sirkə yəni fərqi yoxdur. Alma, üzüm, amma üzüm sirkəsi çox olur. Supermarketlərdə satılır, ala bilərsiniz. 5 litrimi, 3 litrliklə bir kanisterdə olur belə. Alanlar, görənlər bilir. Ondan alırsınız və töksüz. 1 litr suya. Daha doğrusu o sarımsağın üstünə, yəni bir baş, iki baş sarımsağı əzdiniz və 1 litrlik bankaya doldurursunuz və üzərinə də 1 litr sirkəni töksüz. Bu onun içində 2 gün, 3 gün qalır. Sirkənin, sarımsağın belə deyək, tamı, vitamini, zadı bütün hamısı keçir sirkəyə və belə deyək də, sanki turşu kimi olur da. Ondan sonra götürürsünüz o mayəni, bir armudu stakanını 6-7 litr suya töküb qoyursunuz toyuqların, cücələrin qarşısına. Bunu deməli əziz izləyicilər, xüsusən qış aylarında, yəni payıza dönəndə daha doğrusu, belə dedim, sentyabrdan, oktyabrdan başlayırlar, marta, aprelə kimi verirlər. Bu soyuq aylarda belə deyək, toyuqların, cücələrin, düzə deyəndə, yəni fərələrin, beçələrin immunitetini artırır. Düzdür, bunu belə deyim, yayda da, yaz aylarında zətdə də vermək olar, ancaq ona elə ehtiyac yoxdur. Kim istəyir, təbii ki, verə bilər. Ancaq bunu xüsusən soyuq aylarda, yəni bilirsiniz ki, indi məsələn soyuğa dönəndə toyuqların, cavan fərələrin, beçələrin bu istidən soyuğa keçirlər deyə biraz immunitetləri zəifləyir, gün işığı olmur, ot zad elə olmur, vitamin zad ala bilmirlər gün işığından, hava soyuyur. Onda isə onların immunitetini gücləndirmək lazımdır. Bax, bu mayyəni qatıb verirsiniz. İndi yazacaqsınız ki, nə qədər verək, necə verək, neçə gün verək daha doğrusu. Yəni bunun fərqi yoxdur. Mən misal üçün onu qayırıram, məsələn 1 litr suda. O bir stakanda belə deyim də, armudu stakandan bir 6-7 litr suya töküb verirəm. Onu içirlər, yəni içib qutarana kimi. Misal üçün bir stakanı 6-7 litr suya tökdüm. İndi təbii ki, sizdə toyuq çoxdursa onu 2 günə, 3 günə də içə bilərlər. Məndə isə toyuq çox olduğundan, yəni bir günə qutarırlar. Burada isə 3 gün, 4 gün belə verirəm. Bunu həftədə də məsəl üçün ara verir. Məsələn 3-4 gün verdiniz, indi toyuğun sayına baxır da. 3-4 gün verdiniz, bir həftə 10 gün ara verib bir də verə bilərsiniz. Yəni bax belə. Bu soyuq aylarda bunu mən belə verirəm. Yəni havalar soğudu sentyabrdan sonra. Elə mən sentyabrdan başlayıram verməyə. Toyuqlara bunu belə verirəm. Elə bil ki, hazırlayıram, 3-4 gün qalır, 3-4 gündən sonra 3 gün, 4 gün verirəm və sonra 10 gün ara verib yenə verirəm. Yəni bunun heç bir ziyanı yoxdur. Bu sarımsaq bilirsiniz ki, toyuğa ümumiyyətlə soyuq aylarda çox vermək lazımdır. Həm qurdunu tökür, deməli, həm də immunitetini zadı artırır vitamin olduğundan. Ümumiyyətlə əziz izləyicilər, bu qış aylarına dönəndə, daha doğrusu payız aylarına dönəndə toyuqlara virusdan qorunmağı üçün soğan, sarımsaq çox vermək lazımdır. Həm soğan, sarımsaq belə deyərdim vitamindir,
həm bir çox mikroblardan qoruyur, viruslardan qoruyur, həm də qurdunu zadı tökür. Yəni toyuğun zadı. Mənim hətta kanalımda var soğanla sarımsağı çəkib. İndi o haqqda da gələn videomda danışacağam. Bəlkə yeni qoşulan abunəçilərim baxmayıbdır, bilmirlər. Çəkib qoymuşam orada necə hazırlanır. Soğanla sarımsağı çəksən suyu zad çıxır və həmən suya belə deyim o soğana su töksüz və qarışdırıb versiz toyuqlara içirlər. Sonra da o soğanlı sarımsağını dibinə çökənini yeyirlər. Bu xeyirdir. O bütün bağırsaqların zadı qurddan, virusdan, xıxdan şey edir, müalicə edir. Yəni indi deyə bilərsiniz neçə litr suya neçə litr neçə kilo soğan töksüz, sarımsaq töksüz. Mən məsəl üçün 10 litr suya, 10 litr deyəndə yəni 1 vedra idi, 10 litr tuturdu. Ona hardasa 1 kilo soğanı, bir 2 başda sarımsağı ət çəkən maşından çəkdim. Yəni kanalımda var, girib baxa bilərsiniz. Və üzərinə də o çəkilib belə su kimi olur. O kotlet zad eləyəndə çəkiriyi ət maşınından soğanı, sarımsağı bax elə olur. Onun da üstünə mən 10 litr suyu tökdüm, qarışdırdım və qoydum qabaqlarına. İçdilər. Yaxşı qıxını zadı, xırıltısını zadı götürdülər. Yəni bunu belə deyim də siz gündə də verə bilərsiniz. Bunun ziyanı yoxdur. Soğan, sarımsaq, sudur. Bunun heç bir ziyanı yoxdur. İndi mən gələn videomda o haqqda danışacağam. İmkan varsa, əgər kət yerində olsa, soğanınız da çoxsa, indi soğan bu dəqiqə 25 qəpikdir. Alıb verə bilərsiniz. Mən gələn videomda o haqqda tam ətraflı danışacağam. Yəni bax belə əziz izləyicilər, doğrayıb verə bilərsiniz soğanı, sarımsağı. Valla soğanı elə vermək həm xeyirdə, həm də dəndən şeydir. Belə deyək də ucuzdur. Bir çox da həm də xəstəliklərin zadın qarşısını alır. Hə, yəni belə. Yenə deyirəm, immunitetlərini də onların artırmaq üçün deməli onlara sirkəli, sarımsaqlı su verirsiniz. Bayaq dediyim kimi sarımsağı əzisiz, 2 baş sarımsağı, o əzəm, xüsusi əzəm var, onu da əzisiz və 1 litr sirkəni töküb 1 litrlik bankada saxlayırsınız 3-4 gün. Üzr istəyirəm. Ondan sonra əziz izləyicilər, qalandan sonra götürürsünüz bir armudu stakanını 10 litr, 10 litr yox da doğrusu 10 litrdir əslində. Ancaq mən 6-7 litr suya töküb verirəm. 10 litrə siz bir dənə belə deyək, o xrustal stakan olur, çay stakanı. Ondan edə bilərsiniz. Yəni töküb elə verirsiniz və o bütün belə deyim, toyuqlarınızın, cücələrinizin, hündüşkalarınızın immunitetini qış aylarında qaldırır. Yəni bax belə bunu hazırlayın və verin. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Çünki baxıram ki, çoxunuz baxırsınız, ancaq like qoymusunuz. Artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Belə. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Sağ olun əziz izləyicilər.